Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var, baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür. Böyük infrastruktur layihələri icra edilmişdir. Yenə də Bakı şəhərində tıxac müşahidə olunur və ildən ilə əfsuslar olsun ki, tıxacların sayı artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb və əlbəttə ki, vaxtı ilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir. Nəqliyyat məsələlərini biz həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində bir çox böyük layihələr Bakı şəhərində icra edildi. Yeni metro stansiyaları istifadə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı və əgər biz bu işləri görməsəydik, bugün ümumiyyətcə Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bugün bu məsələləri biz müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik. Nəqliyyat məsələlərinə gəldikdə onu bildirməliyəm ki, bütövlükdə bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlər arası yollar, magistral yollar. İndi illər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il qabağa nəzər salsaq, görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standartlara uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik, bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi hardasa 85-90%-a çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq. Bununla bərabər Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim üzərimizdən nəqliyyat dəhlizləri keçir, beynəlxalq nəqliyyat dəhlizləri. Və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan üzərindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və əməli praktiki işlər görmüşük. Və bugün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Bizim ərazimizdən hal-hazırda şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizləri keçir. İldən ilə bu dəhlizlər üzrə daşınan yüklərin həcmi artır. Yüklərin daha səmərəli daşınması üçün
fiziki infrastrukturla yanaşı digər addımlar da atılır. O cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Və bir sözlə bugün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur, amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir. Həm şimal-cənub, həm şərq-qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik. Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə salındı, beynəlxalq leksikona salındı və bugün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş söz ifadəsidir, qəbul edilmiş termindir. Və əlbəttə ki, biz bu dəhlizin açılması üçün əməli praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi 4 ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir. Faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalı idi. Ermənistan isə buna əməl etmir. Müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq sadəcə olaraq beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir. Manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmişsiniz, dırnaq arası sülh kəsişməsi layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki Azərbaycansız bu dırnaq arası layihənin 2 qəpiklik də qiyməti yoxdur. Və bunu dəfələrlə Ermənistan tərəfindən müxtəlif kanallar vasitəsilə biz çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə siz Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu sadəcə olaraq kağız parçasıdır. Bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Bir daha məsləhət görərdim Ermənistan rəhbərliyinə 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə fikir getirsin. Azərbaycansız onların dırnaq arası layihəsi, yenə də deyirəm, tamamilə əhəmiyyətsizdir və sadəcə olaraq vaxt uzatmaqla məşğuldular, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldular. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər və bunun nəticəsində faktiki olaraq bugünə qədər
Azərbaycanın ayrılmaz hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur. Düzdür, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını biz müxtəlif yollarla təmin edirik. İlk növbədə İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir. Digər imkanlarımız da var, amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yolda uzanır. Prinsip etibarilə Gürcüstan-Türkiyə üzərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı bypass edən avtomobil körpüsünün tikintisi də artıq bu layihədə icra edilir və yəqin ki, bu il bu tamamlanacaq. İkinci körpü də inşa ediləcək. Artıq Naxçıvan Muxtar Respublikasında birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Və beləliklə Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək. Və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözündə qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daima bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu bizim tələbimizdir. Və nəzərə alsaq ki, Qərbi Zəngəzuru Sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib. Bu birinci və sonuncu cinayət deyildi. İkinci, ondan sonra ardıcıllıqla əgər getsə cinayət dırnaq arası Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansına ki zəmanət verilmişdi ki, o öz, necə deyərlər, rəhbərliyini Qarabağda icra edəcək. Və 20-ci əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 yanvar və torpaqlarımızın 90-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq. Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Azərbaycandan Azərbaycana öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək maneəsiz keçid Ermənistan verməlidir. O ki qaldı Bakı şəhərinin nəqliyyat infrastrukturuna. Bu məsələyə mən indi gələcəm, amma ondan əvvəl son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü tikilib. 45 tunel və 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri biz görməsəydik,
indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil. Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdü. 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox Abşeron dairəvi xətti istifadə verilib, Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm, xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur və buna görə o vaxtki Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Və bir neçə il biz Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. Və o cümlədən mən şəxsən Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni müzakirə etmişdim dəfələrlə və bildirmişdim ki, onlar bizə maneçilik törətməməlidirlər. Bu bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Və həyat göstərdi ki, hər zaman olduğu kimi biz haqlıydıq. Bugün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətcə, Azərbaycan üzərindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərilir. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Biz nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik. Hətta Ova Gürcüstan dövlətinə 1 milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik. Və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü. Azərbaycan ərazisində dəmir yolu müasirləşdirildi və Türkiyədə öz ərazisində o hissəni, Türkiyədəki hissəsini inşa etmişdi və beləliklə yeni bir yol açıldı. Hansı ki, bugün müxtəlif ölkələrin yüklərini Ağdəniz istiqamətinə, Avropaya, Türkiyəyə daşıyır. Sonra gördük ki, bu yolun aşırma qabiliyyəti yetərli deyil. Yenə də Azərbaycan vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsi tamamlandı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırılmışdır. Yəni, bu, hesab edirəm ki, bizim coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaq. Və vaxtı ilə bizə qarşı çıxan o Amerika Dövlət Departamentinin məmurları, onlar indi hardadılar mən bilmirəm, onların heç adları da tarixdə qalmayıb. Amma biz ciddi iradə göstərərək buna nail olduq. Mövcud olan yolların reabilitasiyası və müasirləşməsi və daşınma imkanlarının artırılması və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd etmək istərdim. Bu yolun tikintisi 80% artıq səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda
tam istifadə veriləcək və indi üzərində işlədiyimiz yol Ələt-Astara yolu. Faktiki olaraq hamı bilir ki, bu yol var. Amma nəzərə alsaq ki, gələcəkdə şimal-cənub dəhlizi üzrə yüklər kəskin artacaq. Bu yolun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb. Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyən edilib. Bakı-Qəbələ, Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı. Biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Akstafa. Yəni bu yollar əslində Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, ölkəmizi bizim qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır və bütün yol üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur. Son 20 il ərzində Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib. Onların 4-ü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Faktiki olaraq Lənkəran hava limanı istifadə olunmurdu, amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Və bu 4 hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər 4 yeni hava limanı inşa edilmişdir. Qəbələ, Zaqatala, Füzuli və Zəngilan və 9-cu beynəlxalq hava limanı Laçın şəhərində bu il istifadə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş enmə zolağı minimum 3 kilometr səviyyəsindədir və beləliklə biz bu 9-cu indi bu il dediyim kimi istifadə veriləcək. Bu məsələni də tam bağlayırıq və onu da bildirməliyəm ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sərnişin daşıyıb, 7 milyondan çox sərnişin daşıyıb və mənə verilən məlumata görə Nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi, ondan sonra texniki iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcək. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir. Onun yük qəbul etmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, hansı işləri biz görürük nəqliyyatın sadəcə olaraq bu istiqaməti üzrə. Son illər ərzində vacib layihələrdən biri də yeni dəniz ticarət limanının inşasıdır. Köhnə limanı biz şəhərin mərkəzindən çıxartdıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlərin inşa edilməsi, yəni bu zona şəhərimizin ümumi inkişafına
əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaq. Ağşəhər bulvarına bitişik olan bu istiqamətdə master plan hazırlanır. Və yeni dəniz ticarət limanının birinci fazasının yük aşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Və artıq göstəriş verildi və işə bu ildən biz başlayırıq. Beynəlxalq məsləhətçilər cəlb edildi ki, yeni layihə hazırlansın, təqdim edilsin. Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq. Və ola bilsin, bu da bizə yetməyəcək. Çünki şərq-qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Və bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum yaradıldı. ASKON qurumu, hansı ki, bütün bu koordinasiya, əlaqələndirmə və perspektiv inkişaf planı, o cümlədən sərmayə qoyuluşu, bütün bu məsələləri nəzərə alacaqdır. 2008-ci ildən bugünə qədər 7 yeni metro stansiyası tikilib və qəbul ediləcək dövlət proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Yüzlərlə yeni sərnişin avtobusu ölkəyə gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı və ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Və artıq 161 yeni elektrik avtobus şəhərimizə gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Xüsusilə böyük nəqliyyat vasitələridir. Ona görə bu işdə də biz əlbəttə ki, insanların narahatlığını nəzərə alırıq. Gəmi qayırma zavodu da son illər ərzində inşa edilmişdi. Haradasa 10 il, bəlkə 12 il bundan əvvəl. Əvvəllər biz gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərar gəldim ki, mütləq Bakıda gəmi qayırma zavodu inşa edilməlidir. Yenə də həyat göstərir ki, nə qədər düzgün addım idi. Bugün ənənəvi mənbələrdən hardan ki biz alırdıq, gəmi almaq mümkün deyil. Biz indi gəmi qayırma zavodunu tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada 6 müxtəlif ölçülü gəmi inşa edilir. Və paralel olaraq Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyə qaldırdıq. Əgər vaxtı ilə kiçik həcmli gəmilər Azərbaycan Xəzər gəmiçiliyinə mənsub olan orada işləyirdi, hal-hazırda 4 böyük tanker, Aframax tipli tanker, onun yük götürmə qabiliyyəti 100 min tondur, alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu, cəmi hələlik 44 avtomobil yolu layihəsi icra edilib ya da ki, icra edilməkdədir. Eyni zamanda 45 tunel, 447 körpü, 16 viyaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9
viyadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60% inşa edilib, Bərdə-Ağdam dəmir yolunun 94% inşa edilib. Bu sadəcə olaraq əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər yəni hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra eləmişik və əgər bunları biz icra etməsəydik, bugün həm Bakı şəhəri, həm digər şəhərlər, həm ümumiyyətcə ölkə şəhərləri arasındakı bağlantılar tamamilə bizim nəqliyyat imkanlarımızı iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb. O ki, qaldı Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə. Burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyatı qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə eləyək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görsün. Eyni zamanda ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini də verə bilərlər. Bəlkə nəyisə biz bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır. İndi isə məruzə üçün söz verilir Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə. Möhtərəm Cənab Prezident, hörmətli iclas iştirakçıları, ilk öncə Cənab Prezident, vətəndaşlarımızın yüksək keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin edilməsi istiqamətində göstərdiyiniz davamlı diqqətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyiniz altında son 20 ildə nəqliyyat sayəsində əsaslı islahatlar aparılmış, infrastruktur yenidən qurulmuş, sektor ölkə iqtisadiyyatının sürətli inkişafına mühüm töhfə vermişdir. Ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifah səviyyəsinin yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olmuşdur. Sərnişin daşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə bağlı verdiyiniz tapşırığa uyğun olaraq Bakı şəhərinin mobilliyinin transformasiyası layihəsinə başlanılmışdır. Layihənin koordinasiyası sizin müvafiq fərmanınızla yaradılmış, Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilir. Son il yarım ərzində şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması sahəsində əldə edilmiş uğurlar, Şurada təmsil olunan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin konstruktiv əməkdaşlığı sayəsində mümkün olmuşdur. Möhtərəm Cənab Prezident, dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi bir çox çağırışlarla üzləşməkdədir. Bu çağırışlara cavab olaraq, dünya şəhərləri avtomobil mərkəzli şəhər yanaşmasından insan yönümlü yanaşmaya keçid etməkdədir. Təbii ki, bu keçid tək dövlət tənzimlənməsindən asılı deyil. Burada şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də vacibdir. Uzun müddət digər nəqliyyat növlərinə fokuslanan və vərdiş halını almış davranışın dəyişməsi isə zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu zamanı qısada bilər. Bunun üçün bir tərəfdən nəqliyyat sisteminin yetərli təklifinin təmin edilməlidir. Başqa sözlə, küçə yol infrastrukturu optimal təşkil edilməli,
Avtobusların sayı yetərli olmalı, dəmir yolu və metro infrastrukturu genişləndirilməlidir. Digər tərəfdən isə dövlət tənzimlənməsi vasitəsilə parklanma təriflərinin müəyyən edilməsi, avtobus zolaqlarına riayət edilməməsinə görə cərimələrin tətbiqi və tələbin idarə edilməsinə yönələn digər tələblər yeni nəqliyyat vərdişlərinin mənimsənilməsinə gətirib çıxarır. Məsələn, mikromobillik, yəni skuterlər və velosipedlər üçün uyğun infrastrukturun olmaması, mikromobilliyin təhlükəli nəqliyyat vasitəsi kimi qavranması və vərdişin ümumiyyətlə yaranmamasına səbəb olur. Halbuki, aparılmış tədqiqatlar göstərmişdir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir. Təqdimatda daha müfəssəl məlumatların veriləcəyinə baxmayaraq, icazənizlə mobilliyin transformasiyası çərçivəsində görülmüş işlərlə bağlı bir neçə rəqəmi diqqətinizə məruz etmək istərdim. Avtobusla sərnişin daşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin artırılması üçün 112 km uzunluğunda avtobus zolaqları çəkilmişdir. Yollarda hərəkətin tənzimlənməsi ilə əlaqədar qanunvericilik təşəbbüsünə verdiyiniz dəstək nəticəsində avtobus zolaqları tələbinə əməl edilməsi, qanunsuz parklanmanın azaldılmasını təmin edilmişdir. Eyni zamanda gündəlik xəttə çıxan avtobus sayı 1750-dən 2160-a qədər artırılmışdır. Bu islahatların məntiqi nəticəsi kimi əhali arasında avtobuslara inam artmış, islahatlar başladığı zamanla müqayisədə Bakı və şəhər ətrafı ərazilərdə daşımalar 41 milyon və yaxud da 9% artmışdır. Analoji islahatlar taksi xidməti üzrə də həyata keçirilmişdir. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi. İslahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaş isə 15-dən 8-ə endirilmişdir. Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32%. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərə keçid etmək məqsədi ilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, 28 may metro stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçəri şəhərə və Əziz Əliyev küçələrinə giriş məhdudlaşdırılmışdır. Möhtərəm cənab prezident, şəhər mobilliyin transformasiyasının nəticələrinin uzun müddətli olması üçün qarşımızda duran çağırışlara münasibətdə sistemli və kompleks yanaşmanın sərgilənməsi vacibdir. Bu mənada layihə çərçivəsində yaradılmış rəqəmsal əkiz, həyata keçirilən təşəbbüslərin effektini öncədən proqnozlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. O, həmçinin yol nəqliyyat infrastrukturuna ediləcək dövlət investisiyalarının səmərəliliyini ölçməyə və planlaşdırılan layihələri prioritetləşdirməyə imkan verir. Lakin görülən işlərlə yanaşı, ictimai nəqliyyatın payının 60%-ə çatdırılması üçün kütləvi daşımanı təmin edə biləcək metro və dəmir yolları infrastrukturunun genişləndirilməsi tələb olunur. Qeyd edim ki, bu istiqamətdə görüləcək işlər Bakı şəhər baş planına uyğunlaşdırılmışdır. Bu, həmçinin sizin verdiyiniz digər tapşırığa, şəhərin inkişafına polisentrik yanaşmaya uyğun həyata keçiriləcəkdir. Digər mütəyyəqqi sərəncamınızla yaradılan ASKON daxilində sərnişin daşıma xidmətini həyata keçirən dövlət müəssisələrinin bir araya gətirilməsi, onların keyfiyyətli və balanslaşdırılmış sərnişin daşıma təcrübəsinin yaratmalarına xidmət edir. Sonda sizi əmin etmək istərdim ki, vətəndaşlarımızın həyat səviyyəsini və nəqliyyat imkanlarının yaxşılaşdırılmasına yönəlmiş göstərişlərinizi aidiyyatı qurumlarla koordinasiyalı şəkildə yerinə yetirəcək. Diqqətinizə görə təşəkkür ederim. İndi söz verilir Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rızayeva. Möhtərəm cənab prezident, ölkədə sürətli sosial-iqtisadi inkişaf eyni zamanda həm də əhalinin gəlirlərinin artmasını təmin etmişdir. Bundan paralel olaraq dinamik demoqrafik artım da baş vermişdir, xüsusən də Bakı və ətraf ərazilərdə. Bütün böyük şəhərlərdə olduğu kimi Bakı şəhərində də bunun nəticəsində əhalinin gəlirlərinin artması nəticəsində sürətli avtomobilləşmə, avtomobillərin istifadəsi, xüsusən də şəhər mərkəzində istifadəsi artmışdır. Bu amillərin nəticəsində eyni zamanda həm də Bakı şəhərinin monosentrik şəhər olması, küçə yol infrastrukturunda bəzi dar yerlərin olması şəhərdə nəqliyyat sıxlığının tıxacdan əmələ gəlməsinə səbəb olmuşdur. Sizin göstərişinizlə bu istiqamətlə işlərin görülməsi üçün xüsusi proqram hazırlanmışdır. Xarici konsultant şirkət dəvət olunmaqla. Möhtərəm cənab prezident, bəllidir ki, sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı, Azərbaycan vətəndaşının
istəkləri, tələbatların ödənilməsi durmaqdadır. Buna görə də proqram tamamilə Azərbaycan vətəndaşına yönəlmişdir. Belə ki, proqram 3 əsas məqsədi qarşısında qoymuşdur. Bunlar daha sürətli, daha təhlükəsiz, daha ekoloji mobillik imkanlarının yaradılmasıdır. Bu məqsədlərə nail olunması üçün alt məqsədlər də müəyyən olunmuşdur. Bunlar sakinlər üçün şəhər konsepsiyasına keçidin təmin edilməsidir. Burada ictimai nəqliyyatın istifadəsinin genişləndirilməsi, əlavə və yeni mobillik imkanlarının yaradılması, burada piyada səfərlərinin, eləcə də mikromobillik səfərlərinin genişləndirilməsindən biz danışırıq. Eyni zamanda da sərnişin təcrübəsinin tamamilə rəqəmsallaşdırılması nəzərdə tutulmuşdur. Bəzi sistemli dəyişikliklərin də həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunlar daha az tıxacın yaranması, daha sürətli cazibə mərkəzlərinə çatma imkanları, eyni zamanda da daha təhlükəsiz və daha ekoloji mobillik mühitinin yaradılmasıdır. Hesab edirik ki, proqramın icrası nəticəsində əlavə müsbət sosial-iqtisadi effektlər yaranacaqdır və bütün bu amillər birlikdə Bakı şəhərinin beynəlxalq reytinqlərdə ən yüksək reytinqdə, ən yaxşı şəhərlər reytinqlərinə daxil olması təmin ediləcəkdir. Qeyd etmək istərdim ki, proqramın hazırlanması, eləcə də tətbiqi zamanı data əsaslı qərarların verilməsi üçün yenə də beynəlxalq konsultant şirkət dəvət olunmaqla şəhərin rəqəmsal əkizi yaradılmışdır. Rəqəmsal əkizin yaradılması üçün milyardlarla data istifadə olunmuşdur. Burada avtobus dataları, metro dataları, hətta mobil operatorların 6 milyarddan çox datası istifadə olunmuşdur. Rəqəmsal əkiz həm şəhər axınlarının qiymətləndirilməsinin, eləcə də infrastrukturun bu axınlara təsirinin qiymətləndirilməsi, eyni zamanda yeni infrastruktur layihələrinin səmərəliliyinin qiymətləndirilməsinə imkan yaradır. Və bundan sonra verilmiş qərarların hər birisi öncədən rəqəmsal əkizdə simulyasiya edildikdən sonra müvafiq qaydada təqdim edilmişdir. Rəqəmsal əkizdən alınmış ilk rəqəmlər Bakıda olan bütün səfərlərin sayı idi. Burada bəlli oldu ki, Bakı şəhərində bir il ərzində 2 milyarddan çox səfər həyata keçirilir və bu səfərlərin strukturuna baxdıqda biz gördük ki, ictimai nəqliyyatın payı 30%, fərdi nəqliyyat və taksilərin payı 50% təşkil edir. Beynəlxalq təcrübə isə bunun tamamilə əksini tələb edir. Beynəlxalq təcrübədə ictimai nəqliyyatın payı ən azı 39-40% olması tələb olunur ki, və fərdi nəqliyyat vasitələrinin istifadəsinin payı isə 30% civarında olması tələb olunur ki, rəvan mobillik mühiti yaranmış olsun. Sadə hesablamalar onu göstərdi ki, yalnız ictimai nəqliyyata illik əsasda 300 milyon səfərin ötürülməsi vacibdir ki, yenə də qeyd etdiyimiz rəvan mobillik mühiti yaranmış olsun və həyata keçirilmiş tədbirlər bu istiqamətdə keçilmişdir. Bir vacib məqamı da qeyd etmək istərdim ki, hesablamalar başlandığı halda vəziyyətin trendi daha da pisləşmək üzrə idi. Yəni, ictimai nəqliyyatın payı azalma, fərdi nəqliyyat vasitələrinin payının isə artma bir trendi şəhərdə var idi. Son dövrlərdə həyata keçirilmiş tədbirlər nəticəsində bəzi müsbət nəticələr əldə edilmişdir. Onları sizin diqqətinizə məruzə edirəm. Belə ki, avtobuslar 2024-cü ildə 28 milyon olmaqla 2023-2024-cü illərdə 41 milyon əlavə sərnişin daşımışdılar. Dəmir yolu və metro 11 milyondan çox əlavə sərnişin daşımışdılar. Taksi daşımalarında isə 32% enmə baş vermişdir. Eyni zamanda 2024-cü ilin son aylarında yaradılmış mikromobillik şəbəkəsi və mikromobillik xidmətində son aylarda sadəcə olaraq 700 mindən çox səfər həyata keçirilmişdir. Bu da tədbirlərin trendinin dəyişməsinin və tədbirlərin əslində bizim istədiyimiz istiqamətdə getməsinin bir göstəricisidir. İlkin nəticələrin əldə edilməsi üçün bir neçə istiqamətdə işlər görülmüşdür. Bunlar ilk növbədə əlbəttə ki, avtobuslarla bağlıdır. Avtobusların sayı 2 il ərzində 440 ədəd və 25% şəhərdə artılmışdır. Hal-hazırda rekordçu sayı olaraq 2160 sayına
çatmışlıq avtobuslar xidmət göstərirlər. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu kifayət sayı deyil və avtobusların sayı 2800-ə qədər artırılması nəzərdə tutulmuşdur. Xüsusi zolaqlar şəbəkəsi hazırlanmışdır. Xüsusi zolaqlar şəbəkəsi avtobuslara əhali tərəfindən, vətəndaşlar tərəfindən inamı artırmağa yönəlmişdir. Çünki bunların istifadəsi zamanında avtobusların həm sürəti, həm göstərilən xidmətlərin keyfiyyəti artmışdır. Bu, şəhər daxilində avtobusların sürətinin, orta sürətinin ölçüşdə, orta sürətin 18 km-dən 22 km-ə qədər artması müşahidə edilmişdir. Bəzi çox sıxlıq olan küçələrdə, Atatürk prospektində bunu mən nümunə göstərə bilərəm. Sürət 12 dəqiqə azalmışdır. Yəni keçid orada 12 dəqiqə azalmışdır. Bu da vətəndaşların ictimai nəqliyyata keçidini ciddi bir təşviq yaratmışdır. Qeyd edildiyi kimi piyada səfərlərinin təşviq edilməsi üçün də layihələr həyata keçirilmişdir. Bunlar ilk növbədə Xaqani Parkı 28 may metrosunun önündə həyata keçirilmiş layihə. Hər iki ərazidə avtomobillərin daxil olması məhdudlaşdırılmışdır və piyadaların istifadəsinə verilmişdir. Sizin göstərişinizlə Xaqani Parkında və 28 may metrosunun önündə piyada zonası, eləcə də avtomobil hub'ı yaradılmışdır. Son layihə isə Qoşaqala qapısının önü, Əzizəliyev küçəsi və İçəri şəhərin daxilində avtomobillərin hərəkətinin məhdudlaşdırılması idi ki, nəticədə nəhəng bir piyada zonası Bakı şəhərində artıq yaranmışdır. Bu istiqamətdə də işlər davam etdiriləcəkdir. Layihələr hazırlanır, tam hazırlıq ediləndən sonra müvafiq qaydada təqdim ediləcəklər. Piyada hərəkətlərinin, piyada səfərlərinin təşviq edilməsi üçün səki infrastrukturu kifayət qədər vacib bir elementdir. Ona görə də səki infrastrukturu da Bakıda təhlil edilmişdir. Tərəfimizdən bəzi yerlərdə kifayət qədər dar səki infrastrukturunun olması bəlli olmuşdur və eyni zamanda piyadalar üçün keçidlərin də işıqlandırmasının zəif olması da bəlli olmuşdur. Bu istiqamətdə həm yeni beynəlxalq normalara uyğun yanaşma və proseslərin idarə olunması yanaşması hazırlanmışdır. Bu ildə bir pilot layihənin, tamamilə beynəlxalq standartlara uyğun pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, daha sonra yanaşma genişləndirilə bilsin. Qeyd etdiyim kimi, bu il ilk dəfə olaraq şəhərdə, Bakı şəhərində mikromobillik zolaqları çəkilmişdir. Hazırda 35 kilometrlik əlaqələndirilmiş mikromobillik zolaqları Bakıda var. Velosiped icarəsi xidməti də artıq vətəndaşlara təqdim edilmişdir. Hal-hazırda 200 min ay ərzində 200 min səfər Bakı şəhərində velosiped və skuterlərlə həyata keçirilir. Bu kifayət qədər müsbət göstəricidir. Əgər o əsnadan baxsaq ki, ilk mərhələdə velosipedlərin və skuterlərin istifadəsinə kifayət qədər inamsızlıq da var idi. Amma dinamik artım onu göstərir ki, vətəndaşlar tərəfindən istifadə artacaqdır. Proqramın sonunda aylıq bu səfərlərin sayını 2 milyon yarıma çatdırılması nəzərdə tutulmuşdur. Digər bir problemli hissə Bakı şəhərində bu parklanma ilə bağlı idi. Nizamsız parklanma kifayət qədər geniş yayılmışdı. Bu kifayət qədər də ucuzdur. Eyni zamanda da ona görə də şəhərin mərkəzində bir qravitasiya yaratmışdır ki, avtomobillər şəhərə daxil olmağa, şəhərin mərkəzinə daxil olmağa can atırdılar. Parklanmada islahatlar həyata keçirildi, pullu parklanma sistemi təşkil edildi, tamamilə rəqəmsallaşdırıldı və mobil tətbiq vasitəsilə ödənişlər həyata keçirilir, tamamilə şəffaf qaydada və şəhərdə parklanmanın özündə də nizamlı parklanma artıq olmuşdur. Onu da qeyd etmək istəyirəm ki, həftənin ən sıx günlərində artıq şəhərin mərkəzində parklanmağa yer tapmaq mümkündür. Çünki əvvəllər bir maşın 10 saat bir parklanma yerini istifadə edirdisə, indi 10 maşın hərəsi 1 saat istifadə etməkdə daha çox maşın istifadə edə bilir. Taksi sahəsində islahatların aparılması bu həm də fərdi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətin azaldılmasına yönəlmişdir. Bu istiqamətdə çoxlu narazılıqlar var idi. Vətəndaşlar tərəfindən həm xidmətin özündən, həm sürücülərdən, həm avtomobillərdən. İslahatlar zamanı 35 min sürücü təlimlərə cəlb olundu və bunlar hər birisi imtahanlar keçirdilər. 29 min sürücü isə imtahanlardan keçə bildilər. İmtahanlar hal-hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən götürülürlər.
Avtomobillərə tətbiq olunan tələblər, yəni rəng tələbləri, il tələbləri nəticəsində avtomobillərin orta yaşı 14,5-dan 8 ilə qədər endirilirlər. Qeyd etmək istəyirəm ki, 67 min avtomobil parkının 40%-i 15 ildən daha köhnə idi. Ondan öncə hal-hazırda isə ümumiyyətlə 15 ildən köhnə olan avtomobillər xidmətdən kənarlaşdırıblar. Və şəhərdə eyni rəngdə olan, ağ rəngdə olan avtomobillərin hibrid və elektrik avtomobillərin sayı, taksi avtomobil sayı durmadan artmaqdadır, bizdən xüsusi icazə almaqla. Burada xüsusi məqamı qeyd etmək istəyirəm, möhtərəm cənab prezident. Ayna informasiya sisteminin tərkibində yaradılmış e-taksi sistemi vasitəsilə biz artıq taksi xidmətlərinə, taksi hərəkətlərini tamamilə nəzarətə həyata keçirə bilirik. Bütün bu işlərin görülməsi nəticəsində ilkin müsbət nəticələr əldə edilmişdir. Lakin vətəndaşların bütün tələbatını, mobilliyə olan bütün tələbatını qarşılanması üçün, ödənilməsi üçün bütün nəqliyyat vasitələrinin birlikdə fəaliyyətini nəzərə alan bir yekdil planın hazırlanmasına zərurət var idi. Bu haqda sizin göstərişinizlə biz işlər aparıldı və ilkin olaraq şəhərə daxil olan bütün axınlar qiymətləndirildi. Bəlli oldu ki, gün ərzində 630 mindən çox sərnişin vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Bu vətəndaşlar təxminən 300 min avtomobil şəhərin mərkəzinə doğru yönəlirlər. Biz istiqamətləri də bəlli oldu. Xüsusən də deyək, Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər də Bakı şəhərin ətrafı istiqamətləridirlər. Buradan çıxış edərək vahid əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlandı. Burada iki əsas istiqamət var. Birinci istiqamət yol infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 layihə, yol infrastruktur layihələri vardı. Bunlar rəqəmsal əkizdə simulyasiya edildilər və 9 ən optimal, ən səmərəli layihə prioritet siyahısına alınaraq diqqətinizə mərcə edilmişdir. Bu layihələr 3 dairəvi yollardılar. Bilgəh Novxanı Xırdalan Şamaxı avtomobil yolu, Sabunçu Sultəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bunyadlı yoluna birləşdirən dairəvi yollardır. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarından axınların bir hissəsi bu yollara keçid edəcəklər ki, şəhər mərkəzində boşalma baş versin. 6 digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada avtomobillərin, nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın. Möhtərəm cənab prezident, 20 yanvar layihəsi haqqında istəyirdim əlavə məlumat burada mən təqdim edim. Bu kifayət qədər kompleks, mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 yanvardan başlayaraq Ziya Bunyadov prospektinə birləşənə qədər təhlil 15 yol kəsməsində çəkilişlərlə dataların götürülməsindən təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qoşuqlarının tikilməsi, yol ötücülərinin tikilməsi, Ziya Bunyadov prospektinə istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işləri qısa müddət başlayacaqdır. İkinci istiqamət isə kütləvi daşımalar istiqamətidir. Belə ki, yollar tikildikdən sonra eyni zamanda da bütün bu daşımaları tək avtobuslarla edilməsi mümkündür. Çünki tələbat çox yüksəkdir və kütləvi daşıyıcıların artıq xidmətlərinin genişləndirilməsi çox vacibdir. Burada metronun inkişaf senariləri təhlil edilmişdir və ən optimal senari təhlil edilərək simulyasiya edilmişdir və ən optimal senari seçilmişdir. Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiya tikiləcəkdir, 4 stansiyada isə 4 stansiyası əlaqələndiriləcəkdir. Bu 10 stansiya Bənövşə xəttin uzadılmasıdır, Babək prospektinə qədər və Yaşıl xəttin Həzi Aslanov metrosuna qədər uzadılmasıdır. Qeyd etmək istəyərdim ki, Bənövşəyi xəttin uzadılması eyni zamanda Avtovazal və Xocasən metro stansiyalarının iş istifadəsini genişləndirəcək və bir daha 20 yanvar metro stansiyasına və həmən dairə təzyiqi ciddi şəkildə azaldılacaqdır. Həzi Aslanov metrosunun, Həzi Aslanovdan isə bu hissədən Yaşıl xəttin uzanması isə
gündəlik əsasda şəhərin mərkəzini istifadə etməklə Xocəsəndə yerləşən ticarət mərkəzinə səfər edən minlərlə vətəndaşı xidmət edəcək və bu da bir daha şəhər mərkəzinin trafikin azalmasına xidmət edəcəkdir. Bu layihələrin icra edilməsi nəticəsində metroda daha 88 milyon illik əsasda sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımalara həyata keçirəcəkdir. Lakin bundan başqa şəhər ətrafından da Bakı şəhərinə 400 min sərnişin daxil olmaqdadır gün ərzində və bu artıq bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramda nəzərdə tutulmuşdur. Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısını alması üçün Güzdək Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən isə mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması nəzərdə tutulmuşdur. Bunlar Zabrat 2, Məşdağa, Bağlar, Albalı istiqamətidir. Başıhanı, Binəqala, Yeni Suraxanı, Hövsan istiqamətləridir ki, bu istiqamətdən daxil olan sərnişin axınına xidmət göstərmək mümkün olacaqdır. Növbəti mərhələdə Yeni Suraxanı aeroport Heydər Əliyev adına beynəlxalq aeroporta da dəmir yolunun tikilməsi nəzərdə tutulmuşdur ki, orada sərnişin axını artdıqda dəmir yolu xidmət göstərə bilsin. İki ərazi Bakıda, burada Mehdabad və Sibriz ərazilərdir ki, bura metro və dəmir yolu çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. Sibrizdən tramvay yolu çəkilərək Pirşağı stansiyası ilə əlaqələndirməsi və orada bir xabın yaradılması nəzərdə tutulmuşdur. Mehdabad Binəqədi istiqamətindən isə 28 may metrosu ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, bu axınlarda xidmət göstərilə bilsin. Möhtərəm cənab prezident, bütün bu işlərin görülməsi ilə paralel olaraq əlbəttə ki, avtobus parkı genişləndiriləcəkdir. 2800 avtobus Bakı şəhərinə lazımdır. Avtobus parklarının da yerlərin sayı artırılacaqdır ki, çünki avtobusların özlərinin işi də dəyişməlidir. Belə ki, kütləvi daşıyıcılara daşımaları təmin etməlidirlər. Diqqətinizə görə minnətdaram. Sonra müzakirələr davam etdirildi.